Bugün səhər saatlarında Bakıdan Varşavaya uçuş yerinə yetirən LOT Polish Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarı alıb və məcburi eniş sorğusu göndərib. News 24-də Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, hava gəmisi saat 7:45-də Bakı Hava Limanına uğurlu eniş edib. Enişdən dərhal sonra təyyarəyə tibbi xidmət əməkdaşları yönləndirilmiş, sərnişinin yerində ilkin tibbi yardım göstərilib. Həkimin qərarına əsasən sərnişinin uçuşu davam etdirməsinə icazə verilməyib və o tibbi nəzarətə götürülüb. Eyni zamanda kapitanın göstərişi ilə hava gəmisinin əlavə texniki baxışa ehtiyacı olduğu bildirildiyindən digər sərnişinlər təyyarədən təxliyə edilərək hava limanına müvəqqəti yerləşdirilib. Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin təhlükəsizliyini və rifahını hər zaman prioritet olaraq qəbul edir və bu kimi hallarda operativ koordinasiya ilə beynəlxalq xidmət standartlarına uyğun yüksək səviyyəli əməliyyat tədbirlərinin həyata keçirməyə davam edir.